Əslində burada seçim etməyə ikinci adam yoxdur. En yaxşı namizədlər Qurbanberdiyev və Görüverdi gəlsə belə, o Dambraskosla müqayisədə 100-ün 25% qədər maksimum şansları var. O qədər ciddi fərqlər. Sabah mövsüm boyu onlarla rəqiblər əsas rəqib oynadığı oyunlarda qalib gəlmək yox, rəqiblərini meydandan silin. Yəni bu əzici üstünlük deyirlər, daha bax belə bir şey. Ona görə Dambraskos 100%-in müqayisədə 200%-dən qalibdir. Sözün həqiqi mənası deyirəm, qətiyyən obrazı deyil. Dambraskos nə qədər qəribə səslənsə də Qurban Qurbanlığı şah və mahkum.